Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Azərbaycanda vətəndaşlar pensiya, əmək haqqı və sosial ödənişləri istədikləri bank vasitəsilə almaq imkanını əldə edəcəklər. Xəbər verilir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının ödəniş sistemləri administratoru Tofiq Acırqayev Bakıda keçirilən Beynəlxalq Maliyyə və Bankçılıq Samiti 2026-da çıxışı zamanı bildirib. Onun sözlərinə görə bu layihə məcburi xarakteri daşımır. Bu yanaşma vətəndaşlara öz banklarını sərbəst seçmə imkanı verəcək. Vəsait alan şəxslərə bank seçimi üzrə alternativ imkanların yaradılması nəzərdə tutulur. Bankların pensiyaçılara təqdim etdiyi xüsusi xidmət paketləri, o cümlədən nağdsız ödənişlər üzrə stimullaşdırma tədbirləri genişlənəcək. İlkin mərhələdə əmək haqqı ödənişləri, daha sonraki mərhələdə isə pensiya və sosial müavinətin icrası ani ödənişlər sistemi üzərindən reallaşacaq. Bu çox geniş və çox şaxəli bir layihədir. Bu layihənin inteqrasiyasında iştirak edən tərəflər arasında daim müzakirələr aparılır deyə o qeyd edib.